ailəmizin böyücü, baş tacı, balalarımın fəxr eləyəcəyi atası. Sənin xeyirli, Allah sənə ömür versin, can sağlığı versin. Gələn illərin, günlərin xoş gəlsin. Ondan sonra xoş günlər, ruzulu, can sağlığı ilə sağlam həyat yaşayasan. Balaların xeyrin görəsən. Allah səni onları sənə çox görməsin. Gayet sen ad günü təbrik edirəm qardaş. Sənə uzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxtlik arzu edirəm. Öpürəm səni. 100 yaşa. Sən ad günü təbrik edirəm. Daha düzgün sən yubileydir. Təbrik edirəm. Sən can sağlığı, uzun, mənalı, sağlam ömür arzu edirəm. Salam mən qardaşım. Sən ad günü təbrik edirəm ham kimi. O Türklər demişən, iyi ki doğdunsan, bizlər deyir ki, nə yaxşı sən varsan. Zəhmətkeş qardaşım, şair qəlbli qardaşım. Öpürəm səni, nə yaxşı sən varsan. Allah səni qorusun, səni heç kimi möhtac eləməsin. Həmişə halaldan sana rızqı getirsin, bəxtli naxşı ömrü günü rızqı versin. Belə ailə üzvlərinlə, qardaşlarınla, bazlarınla, belə də doğmalarınla, istədiklərinlə uzun ömür can sağlığı arzulayım sənə. Neyim necəyim sualı qarşıda qalmıyorsan qardaşım. Öpürəm səni. Səni biz çox istəyirik. Neydi? Sənin ad günü təbrik edirəm. Tam deyirlər kimi can sağlığı, uzun ömür, belə xoşbəxt həyat sürəsən. Sonra bir şey deyirəm. Sənə deyirəm ki, bu Lüboy prokuror sənə həsəd apara bilər. Sən bu 35 ildə düzəltdiyin stullar, divanlar, nə bilim, kreslolar, nə qədər adam otuzdurmuşsan. Azərbaycan əhalisinin yarısını otuzdurmuşsan, hələ yarısı durur. Tak ki, o əli soyutma. Mənim sevimli, istəkli, şirin qardaşım, hidayətim, necə belə illərə çıxasan. Can sağlığı ilə, ailə ilə, nəvələri ilə, balaları ilə bir yerdə. Qardaşım Hidayət, səni ad günü münasibəti ilə ürəkdən təbrik edir. Sənə uzun ömür, can sağlığı arzulayıram. Yaxşı ki varmısan. Hər zaman yanımızda olasın. Əziz qardaşım Hidayət, səni ad günü yubiley münasibəti ilə təbrik edirəm. Necə gözəl illərə çıxasan. Ailənlə, uşaqlarınla, nəvələrinlə birlikdə. Sənə ən gözəl arzular arzulayıram. Ürəyində olan gözəl arzularına, sənə xeyir verəcəklərini Allah sənə yetirsin. Deyir, əziz ata, can ata, gözəl mehriban ata. Böyütdükcən bizi sən, dən düşüb saçlarına. Hərsən bu anıya aiddir, ananı atı ilə əvəz eləyə. Canım atam, Allah sənə xeyirli ömür versin, can sağlığı versin. Neçə gözəl illərin olsun da, hep bərabər bir yerdə, ailənlə. Allah səni, anamı böyüklükdə nəsi eləməsin. Gözəl günlərinizi görək, gözəl günlərimizi görəsiniz inşallah. Allah xeyirli ömür versin. Neçə gözəl yaşların olsun. Yubileyin də mübarək. Deyir, pilləkənin hələ davam eləsin inşallah. Ömür pillələrin davam eləsin. Öpürəm çoxlu, sağ ol. Atam, gözəl atam, sənə ad günü münasibəti ilə təbrik edirəm. Allah sənə can sağlığı, uzun ömür versin. Xoş, gözəl günlər qismət eləsin inşallah. Sənin bu gözəl 70 illiyin sənin üçün uğur gətirən günlərindən biri olsun, ad günlərindən biri olsun. Mən həmişə səninlə fəxr eləmişəm. Sən çox gözəl ata olmuşsan mənim üçün. Nəinki mənim üçün, elə 4 evladımın 4-ünə də sən gözəl valideyn olmuşsan. Allah sənə həmişə var eləsin. Allah sənə başımızın üstündən əski eləməsin. Mənim ən böyük arzum elə bir dənə də o olar ki, mən də sənin kimi evladlarım üçün belə ata olum. Çalışım sənin yolu gedim. Fəxr edirəm sənin, öpürəm, bağırma basıram. Uzun ömür, can sağlığı arzu edirəm. Ad günü təbrik edirəm. 100 yaşasan, Allah can sağlığı versin, xoş günlər qismət versin. Allah uzun ömür versin, sağlam həyat versin. Həmişə yanımızda olasan, həmişə arxamızda olasan. Dədişko, sənin doğum günü, yubileyi təbrik edirəm. Allah sənə can sağlığı versin, xoş günlər nəsib eləsin. Allah sən bizim başımızın üstündən əksi eləməsin. Ön zəhmətkeş atam, qayğıkeş atam, nə yaxşı ki varsan. Mən çox şanslıyam, biz çox şanslıyıq ki, sən kimi bir atamız var, səni çox sevirəm. Hidayət,
Salam, sənin 70 illiyini təbrik edirəm. Bağışla gələ bilmirəm. Allah sənə günə-gün olsun, 100 illiyini keçirdəsən. Allah kömək olsun, Allah balalarını saxlasın. Allah qudanı saxlasın. Sağ ol, öpürəm. Salam mənim sevimli yeznəm. Gözəl insan, mehriban ata, qayğıkeş baba. Sənin yubileyini ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Nəvələrin toyun görmək arzulayıram. Bu mən sənə baldız kimi təbrikimdir. İndi keçirik bacı kimi səni təbrik edirəm. Gözəl qardaşım. Qardaşım olsaydım bu qədər çox istəyərdim səni. Sənin can sağlığı arzulayıram. Ya Allah verdiyi ömrü xoşbəxt yaşa. Firavan yaşa, sevdiyinlə, sevdiklərinlə bərabər yaşa. Ağrısız, acısız, xoş günlərlə yaşa. 100 yaşa. İndi də qoy keçim, sən quda kimi təbrik edirəm. Yaxşı ki, mənim qudamsan. Yaxşı ki, ər-arvad qoşalaşır, Nərmin kimi qız peyda eləmişsiniz. Yaxşı ki, o qızı da mənim oğlum sevib, mənim evimə gətirib. Allah sizin ikinizin də üzünə ağ eləsin, Allah sizə can sağlığı versin, belə evlad böyütdüyünüz üçün, mənim evimə qismət olduğu üçün. Allah ona görə də sənə ürəkdən təşəkkür edirəm. Allah verdiyi ömrü gözəl yaşa, mənalı yaşa, xoşbəxt yaşa. Sevirəm səni. Salam, hər vaxtınız xeyir olsun. Nə tərsüz, bu günlərim Hidayətli babanın ad günüdür. Onun ad gününü təbrik edirik. Ona uzun ömür, can sağlığı arzulayırıq. Allah ona xeyirli ömür versin. Nəvələrin toyun görsün. O günlər olsun. Allah onu heç kimə möhtac qoymasın. Ruzusun bol eləsin, canını sağ eləsin. Həmişə var eləsin. Yaxşı ki, o bizim bir dənə Hidayətli babamızdır. Onu çox sevirik. Çox-çox öpürəm sən Hidayətli baba. Yaşı təbrik edirəm. Allah sənə xeyirli ömürlər versin. Can sağlığı. Amin. Allah uzun ömür versin. Allah heç kəsə sənə möhtac qoymasın. Allah ruzu yetirsin. Canına sağlıq versin. Əsas birinci növbədə can sağlığıdır. Allah qalan ömrü xeyirli belə can sağlığı nəsib eləsin sənə inşallah. Amin, amin. Allah həmişə bir yerdə eləsin. Sən mənimlə birlikdə. Hər ikisini birlikdə. Balaların, nəvələrin üstündə eləsin inşallah. Allah həmişə xeyirlər qismət eləsin. Amin. Bir daha sən öpürük çoxlu-çoxlu. Amin. Allah böyüklükdən əziz eləməsin. Həmişə var olasın. Öpürük səni. Hidayətlər, mən də təbrik edirəm sizi. Doğum gününüz mübarək. 100 yaşayan, o gün olsun. 100 illiyinizi təbrik eləyək. Ümidin ilkinin yaşlı babası. İyi ki varsan, iyi ki bizim babamızsan. Mənim qaynatamsan. Həyatda tanıdığım ən zəhmətkeş insanlardan birisən. Allah sənə ömür versin, 100 yaşa. Həmişə bizimlə birlikdə ol. Ad günü təbrik edirəm. Neçə gözəl ad günlər keçirdəsən. Sevdiklərindən bir arada. Yeni yaşın uğurlu və düşərli olsun. Bütün arzuların həyata keçsin. Hər zaman bizim yanımızda olasan, başımızın üstündə olasan. Səni çox istəyirik. Öpürük səni. Salam gözəl Hidayət dayı. Sənin ad günü münasibəti ilə təbrik edirəm. Səni necə belə uzun illər arzu eləyirəm. Allah sən ailənin üstündən əksik eləməsin. Sən gözəl kişisən. Sənin ad günün mübarək olsun. Həddi baba, təbrik eləyirəm. Rəbbim səni xalamı sənə çox görməsin. Rəbbim hər sizin neynim, necəyim dedizdirməsin. Qolunun qüvvətini əskik eləməsin. Bu 70 ildə heç kimə möhtac olmadan ömür sürmüsən. Hər kişinin eləyə bilməyəcəyi bir ömür sürmüsən. Həyatda ideolumsan, nəslimizin ağsaqqalısan, daim var olasan, daim başımızın üstündə olasan. Həyatda hər bir istəyin inşallah yerinə yetər, var olasan, təbrik edirəm. Təbrik edirəm Hidayətdə. Uzun ömür, can sağlığı arzulayıram. 100 il sağlam ömür yaşa. Salam əziz dayım, təbrik edirəm sənin ad günü. Necə belə illərə, necə belə xeyirli ad günləri qeyd edəsən. Gələn günlərin bir-birindən xoş olsun. O gün olsun nəvələrinlə, bütün balalarınla, bütün əzizlərinlə, qardaşlarınla, bacılarınla bir yerdə qeyd edəsən, hamısını cəmləyib. Təbrik edirəm əziz dayı sənə. Doğum günün mübarək.
Salam ba, necəsən? Sən qarşıdan gələn ad günün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uzun ömrü, can sağlığı arzu edirəm sənə. İnşallah 100 yaşı qeyd edəsən, daima ailənlə, sevdiklərinlə bir yerdə xoş gün görəsən və ən əsası da bu ömrü saz yaşayasan və ən əsası da ondan ibarətdir ki, bu ömrü sevdiklərinlə bir yerdə olasan. Allah da səni heç vaxt babalıqdan əks eləməsin. Bir daha ad günü təbrik edirəm. Salam baba, ad günü təbrik edirəm. Düz Bakı dövlətdən. Uzun ömür, can sağlığı arzu edirəm sənə. Baba, sənin ad gününü təbrik edirəm. Allah sənə uzun ömür, can sağlığı versin, sağlam ömür versin. O gün olsun necə belə gözəl yaşlarını qeyd edəcək bir yerdə. Yaxşı ki varsan, Allah səni böyüklükdən əski eləməsin. Müdahip baba, sənin ad gününü təbrik edirəm. Yaxşı ki varsan, 100 yaşayasan. Səni çox sevirəm. 100 yaşayasan, çox sağ ol. Salam baba, ad günü təbrik edirəm. Öpürəm səni. Hidayət Emre, ad günün mübarək. Səni çox uzun ömür, can sağlığı arzu edirəm. Biz səni çox sevirik. Hidayət Emre, ad günün mübarək. Sənə çox ömür, uzun sağlığı arzu edirəm. Ay baba, ad günün mübarək. 100 yaşasan, səni çox sevirəm.